Yaxşı səviyyədə hazırlaşmışıq. Az qalıb dünya çempionatına. Deyərdim ki, komanda tam hazırdır. Yığma komandamız Avropa çempionu olmuşdu. Bu yarışda hədəf dünya çempionu olmaqdır. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Bu dünya çempionatıdır. Yəni, güclü rəqiblər gəlir Bakıya. Əsas birinci hədəfimiz o ki, qrupdan çıxaq. Necə düşünürsünüz? Yəni, favorit hansı komandalar? Çempionluğa favorit əsas axırıncı dünya çempionu Rumıniya, axırıncı Avropa çempionu Serbiya var, bilirsiniz ki. Ancaq favorit komandalar var, haradasa Sloveniya favorit saymaq olar, Slovakiyanı favorit saymaq olar. İspanya, Portuqaliya var, Amerika var. Yəni favorit komandalar çox. Nəzərə alaq ki, Azərbaycan yığma komandası ev sahibidir. Hədəfiniz dünya çempionu olmaqdır. Necə fikirləşirsiniz? Yəni milli komandanın dünya çempion olmaq potensialı gücü varmı? Çempionluq potensialımız var, ancaq onu əsas birinci, ikinci oyunda tam biləcəyik ki, nə qədər gücümüz var. Qrupdakı rəqiblər necə dəyərləndirə bilər? Oynamamış heç bir oyunu udmaq olmaz. Komandalar hamısı yəni ki, dünya çempionatına çox hazırlıqlı gəlirlər. Ona görə əsas məsələ birinci oyunu udmaq lazım. Qrupu keçəndən sonra tam demək olar ki, nə qədər irəliləyə bilərik. Heyətlə bağlı hansı dəyişikliklər var? Yəni problemlər varmı, çatışmazlıqlar varmı? Belə deməzdim ki, problemimiz var. Hələlik hər şey qaydasındadır. Zədəlimiz yoxdur. Heyətimiz də tamdır. Dünya çempionatında uğurlu nəticə qazanmaq üçün federasiyadan mükafatlar olunur. Bu mükafatlar Federasiyadan mükafat vəd olunar. Hələlik oyunlarımızda çox var, ona görə tam belə söhbətimiz olmuyor. Amma belə bir məlumat var ki, əvvəlcə, yəni milli komanda Avropa çempionu olanda belə bir məlumat yəni ki, hər bir futbolcuya 10.000 manat mükafatı verilir. Belə söhbət olmuyor. Bu söhbətlər olmuyor. Dünyada da olmayıb, Avropada da olmuyor. Avropa çempionatı ilə müqayisədə dünya çempionatında hansı addımlar atmaq fikriniz var? Yəni milli komandanın oyun tərzi ilə. Onu inşallah oyunda görəcəksiniz. Yəni yeniliklər görə bilərsiniz. Görəcəksiniz. Daha model komanda yaratmışıq. Ümumiyyətlə çəkindiyiniz rəqib varmı? Rəqiblərin hamısından çəkinirik əslində. Yəni bu futboldur. Amma bizim də öz oyun xəttimiz var.